Ay ölüyərlər, sizdən xahiş edirəm. Ziyarətə gələndə əskidir, üsküdür, nə bilim, o tullantı şeyi qəbirlərin böyrünə tullamayın. Çıxardın deyə o qıraqda yer ayırdılar. Tullayın ora, oradan da yığılıb aparacaq. Ağcabədi rayonu İldəniz Sadıqov küçəsində yerləşən Vahid qəbirstanlığı Ağcabədi şəhər bələdiyyəsi tərəfindən hər 3 aydan bir təmizlənsə də, bəzi vətəndaşların əraziyə qarşı laqeyd münasibəti narazılıq doğurur. Belə ki, insanlar məzarlığın təmizliyinə diqqət yetirmir, məişət tullantılarını və zibilləri ətrafa ataraq ərazinin çirklənməsinə səbəb olurlar. Hörmətli izləyicilər, hal-hazırda gördüyünüz kimi Ağcabədi rayon İldəniz Sadıqov küçəsində, yəni Vahid qəbirstanlığında. Dəyərli izləyicilər, Vahid qəbirstanlığı gördüyünüz kimi Ağcabədi şəhər bələdiyyəsi tərəfindən 3 aydan bir təmizlənir, abadlıq işləri gedir burada. Biz də öz adımızdan və burada yatan insanların yaxınları adından, dünyasını dəyişən insanların yaxınları adından Ağcabədi şəhər bələdiyyəsinə öz təşəkkürlü minnətlarımızı bilir ki, belə gözlər işlər görür və görməkdə davam edir. Dəyərli izləyicilər, bununla xatırlatmaq istəyirəm ki, yəni bilin ki, biz də bura gələsiyik. Görsən ki, bura 3 ay bundan qabaq təmizləndi, götürüldü zibillər, otlar çalındı. Amma yenə də o vəziyyətdədir. Niyə o vəziyyətdədir? Ona görə ki, bura yaxınlarını ziyarət edən insanlar buranı zibilləyir. Yoldan keçən insanlar eləmir. Xahiş edirəm, dünyasını dəyişən insanların yaxınlarına bura gələndə burada təmizliyə fikir verək. Görürsən, hər tərəf kimin əlindən gəlir, atır ora. Yəni, mən öz qəbrimin üstünü təmizləyib, atıram başqa qəbrin üstünə, elə bilirəm ki, elə bununla da getdi. Yox. Xahiş edirəm, bir daha Ağcabədi rayon sakinlərinə və dünyasını dəyişən insanların yaxınlarına diqqətli olmaq lazımdır. Bura yəni bizim dəyərli yerimizdir, müqəddəs yerimizdir. Buranı təmiz saxlayaq, paç saxlayaq. Bir daha dünyasını dəyişən insanlara Allahdan rəhmət edirəm. Ağcabədi şəhər bələdiyyəsinə öz təşəkkürlü minnətlarımızı bildiririk. Mən Ağcabədi rayonunun sakini Əliyev Mirqəfər Məhəmmədoğlu. Vahid qəbirstanlığında neçə illərdir burada Quran oxuyuram. Buranın təmizliyinə də Ağcabədi Bələdiyyəsinin sədrisi İsmail müəllimin kömək olsun, Allah canı sağ eləsin. Hər 3 aydan, 4 aydan bir buranı təmizlədir, təmiz edir. Bunu təmiz saxlamaq üçün də ziyarətə gələn ölü yerlərinə xahiş edirəm. Otu ancaq yığıb, qəbrini böyrünə tökməsinlər. Orada yer ayırdılar, tökülsün ora İsmail müəllim 3 aydan bir, 2 aydan bir o zibil odun götürəcək. Bu yerə təmiz olsun. Allah canından sağ eləsin. Sağlığımız İsmail müəllim kömək olsun. Vahid qəbirstanlığı çox bərbad vəziyyətdəydi. Bugünkü gündə indi girin özünüz də ziyarət edin, baxın, tərtəmiz çiçək kimidir. Ay ölüyərlər, sizdən xahiş edirəm. Ziyarətə gələndə əskidir, üsküdür, nə bilim, o tullantı şeyi qəbirlərin böyrünə tullamayın. Çıxardın deyə o qıraqda yer ayırdılar. Tullayın ora, oradan da yığılıb aparacaq. Allah canınızı sağ eləsin, Allah kömək olsun. Ağcabədi rayon sakini Məmmədov Şükür Bayramoğlu. Bütün hamının at yeri, axır evi buradır. Gəldim, indi gördüm, çox böyük minnətlər edirəm şəhər bələdiyyəsinə. Şəhər bələdiyyəsi nə gözəl işlər görür. Adam baxır, çox minnətdarlıq bildirirəm şəhər bələdiyyəsinə. Sağ olsun, var olsun. Deyilənə görə hər 3 aydan bir buranı təmizlədir. Bəli, rütbəsi artıq olsun. Bundan da yüksək vəzifələrə qadir insandır o insan. Helal olsun. Biz də Kanal 21 olaraq vətəndaşlardan xahiş edirik ki, qəbirstanlıq ərazisinin zibillənməsinə yol verilməsin, ətraf mühitin təmiz saxlanılmasına həssas yanaşılsın. Müqəddəs məkanlara isə hörmət hər kəsin ortaq məsuliyyətidir.